Salam dəyərli şagirdlər və MİQA sertifikasiyaya hazırlaşan dəyərli üzvlər. Gəlin belə bir suala baxaq. Məsələdə bizə nə deyir? Deməli, keton molekulunda 3 ədəd metil qrupu varsa, bu maddə üçün hansı ifadələr doğrudur? Alkanla doymuş alifatik ketonun hər ikisinin də kütləsi bir-birinə bərabərdir. Alkanın homoloji sırada yeri isə 6-dır. Deməli, biz burada 6 dənə variant verib hansılar doğrudur, onları müəyyənləşdirəcəyik. İlk öncə onu deyək ki, alkanlarda homoloji sırada yer elə karbon sayı ilə eynidir. Yəni, karbon sayı 1-dirsə, deməli, homoloji sırada yer də 1-dir. Homoloji sırada yeri 6-dırsa, deməli, karbon atomlarının sayı da 6-ya bərabərdir. Demək ki, bu alkanımız C6H14-dür. Gəlin C6H14-ün kütləsini tapaq. 6-nı vururam 12-yə, üstünə gəlirəm 14. O da bizə neçə verir? 86 qram. Deməli, doymuş alifatik ketonun da kütləsi 86-ya bərabərdir. Biz də bilirik ki, ketonların ümumi formulu CnH2nO-dur. 14n plus 16 bərabərdir 86-ya. 14n bərabərdir 70-ə, n bərabərdir 5-ə. Yəni, karbon atomlarının sayı 5-dir. Biz də bilirik ki, ketonlarda ilk nümayəndə n bərabərdir 3-dən başlayır. Yəni, birinci nümayəndə n bərabərdir 3-dür. İkinci nümayəndə n bərabərdir 4. Üçüncü nümayəndə isə n bərabərdir 5. Demək ki, ketonun homoloji sırada yeri 3-ə bərabərdir. Yəni, 6 doğru olacaq. 5-i də çıxacam. 5 olan variantı çıxıram. 6 olan variantları isə saxlayıram. Yəni, D ilə Y arasında qalır. Daha sonra mənə deyir ki, keton molekulunda 3 ədəd metil qrupu varsa, biz bilirik ki, ketonlarda CO qrupu var idi. Deməli, karbon atomlarının sayı neçəyə bərabərdir? 5-ə bərabərdir, düzdürmü? İndi 5 dənə karbon atomu var. Bizə deyir ki, 3 ədəd burada metil qrupu var. Biri CO-nun içindəkidir. Yerdə 4 dənə karbonum qaldı. Düzdürmü? Biz də bilirik ki, bu karbona sol tərəfdən, biri sağ tərəfdən bir dənə ancaq radikal birləşə bilər. Çünki bu karbon 4 valentlidir. Aşağıdan deməli oksigen birləşib, 2 qat rabitə əmələ gətiribdir deyə 2 dənə rabitəsi əksik. Yəni soldan və sağdan yəni ancaq 2 dənə radikal birləşdirməliyəm. 3 dənə ola bilməz. Bu 4 dənə karbonu elə şəkildə düzməliyəm ki, 3 ədəd metil qrupu versin mənə. Gəlin birini metil götürəyin. Birini də izopropil götürək. Düzdür. 1, 2, 3, 4, 5 dənə karbon oldu. Düzəlirmi? Düzəlir. 3 dənə metil qrupu var. CH3, CH3, bir də CH3. 3 dənə metil qrupu oldu. Səmərəli üsulla adı olar metil, izopropil, keton. Deməli, 1 doğrudur. Bir də 6 doğru olacaq. Cavab Y variantı. 3-ə də baxağın. Molekulda 2 ədəd metilin. Metilin nədir? CH2. CH2 var burada? Yoxdur. Molekulda bir asimetrik karbon atomu var. Asimetrik karbon atomu nə idi? Karbonun 4 bir tərəfinə müxtəlif atom və atomlar qrupu birləşməlidir. Baxıram ki, burada elə bir karbon yoxdur. Bu karbona 3 dənə H birləşib. Bu karbonu 3 tərəfinə birləşib, 4 tərəfinə yox. Bu karbonda bir dənə hidrogen birləşib, aşağıdan metil, bu tərəfdən də metil, 2 dənə eyni oldu axı. Bu karbonda həmçinin CH3-lərdə həmçinin eyni şəkildə. Demək ki, burada asimetrik karbon atomu yoxdur. Cavab olacaq 1, 6, Y variantı.